An Amr ibn As قال رسول الله صلى الله عليه وسلم اعتدموا بالزيت والدهنوا به فإنه يخرج من شجرة مباركة. Amr ibn As radiyallahu anh'dan rivayet olunur ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurub: Zeytunu yeməkdə istifadə eləyin və onu yağ kimi üzərinizə sürtün, çünki o mübarək ağacdan çıxır. Bu hədisdəki olan əmr mübahdır, yəni müstəhəbliyə dəlalət edir və şək yoxdur ki, zeytun ağacı haqqında, zeytun özünü Allah Subhanahu taala Qurani Kərimdə qeyd eləyib, buyurub və zeytunun faydalanan alimlər çox fayda qeyd edirlər. Onlardan faydası odur ki, insanın bədənindəki olan zərərli maddələri aradan qaldırır, qarnını açır və qurtları çıxardır bədəndən. Yəni qarnından qurtları çıxardır. Və şək yoxdur ki, çoxlu faydaları var və Allah Resulü sallallahu aleyhi və səlləmin deməsi ki, üzərinizə sürtün, yəni təbərrük, bərəkətlə, hansı ki o ağac bərəkətli ağacdır və onu bədənə, saça, saqqala sürtməklə yağını istifadə edilir. Çünki Allah Subhanahu taala onu bərəkətli adlandırıb, vəsfləndirib. Və deyilir ki, həmçinin də o mübarək torpaqda, Allahın bərəkət etdiyi torpaqda bitir. Bu baxımdan bərəkətlidir. Hər bir halda zeytun ağacının, zeytun özünün çox faydası var. Və hədisdə gəldiyi kimi də zeytunu özünü yemək və yağını yeməkdə istifadə eləmək və həmçinin o yağı, zeytunun özünü, yağını bədənə sürtməklə, saqqala sürtməklə və saça sürtməklə istifadə olunur və çox xeyri var və bərəkətlidir.